Mətnin yalnız əsas hissəsinə aid plan bəndlərini müəyyən edin. Məmurun özündən çıxması, hirslənməsi mətnin yalnız əsas hissəsindədir. Qeyd edim ki, mətnimizin giriş hissəsi məhz birinci abzasdır, nəticəmiz sonuncu abzasdır, ortada qalan abzaslarımız isə əsas hissədir. Burada məmurun hirslənməyini görürük, digər giriş və nəticədə hirslənməsi yoxdur. İkincisi, məmurun kəndi ilə söhbəti. Yenə də məhz dialoqlar əsas hissədə yer aldığı üçün ikincidə götürə bilərik. Məmurun kəndlərə lazımsız məsləhətlər verməsi, kəndlərə lazımsız məsləhəti mətnin giriş hissəsində öz əksini tapır. Məmurun utanması mətnin nəticə hissəsindədir. Kəndlinin oğlunun hadisədən xəbər tutması isə yenə də bizdə əsas hissədə yer almışdır. Deməli, doğru cavabımız olacaq 1, 2 və 5.